tamaşaçılarımız. Əhməd Orucoğlu, Boşanıram. İştirak edirlər aktyor Elçin Həmidov və Respublikanın əməkdar artisti Gülnar Salmanova. Dünyanın baxşanasına çiçəklər açmış. Bu arvadların şirkətinə düşən kimi boşanırlar. Növbə kimindir? Gəlsin görək. Gəl görək. Tez elə dayı. Gəl də. Salam əleykum. Salam əleykum. Salam əleykum. Salam əleykum. Qardaş, bura məhkəmədir. Nədir? Deyirəm arvadlarını ərlərindən burada boşayırlar. Burada nə edirlər? Adamla tanrısız. Deyirəm ki, arvadları burada ərlərindən boşayırlar. Bəli, burada boşayırlar. Sənə qurban olaram belə mən. Başıma belə dönüm belə fırlanım gədə mən. Qurban olub sənə. Üstümə gəlmə. Boşa getsin. Arvad, üstümə gəlmə. Qurban olaram sənə. Ay qardaş. Ay bacı. Ağla. Ancaq tərpənmə. Xəstə var axı. Nə eləyim başıma dönüm mənim özümdən aslı deyir axı. Qulaq. Nə olub, şikayəti nədir? Ərin evə gec gəlir. Yo, tez gəlir. Saat 5-də işdən çıxan kimi evdədir. İçir. Ay yox ha, axşamlar bir balaca mineralli içir. Səhərlər dəqiq duranda kofe içir. Bildim, xəsisdir. Yo, maşallah kimi gətirir qoyur evə stolun üstünə, xərcləyəndir. Bəs, başda ya, bu neyi səni qane eləmiş? Qurban olun sənə. Ay bacım. Sürətlə. Allah, qurban olun səni, mən də tərpənmə. Xəstə var. Deyirəm başıma dönüm, məndən aslı deyir axı, oynamağa məhtələm, bunlar düşür məndən qabağa. Vay. Otello yadındadır? Yadımdadır. Otello. Bir dənə yaylığın üstündə. O boyda Dezdemonanı doğma et, boğmadı. Hələ mən də o gündəyəm. Gündə o kaseti qoyur ora. Açır, baxır. Boğmaq yeri gələndə düşür mənim üstümə. Vay. Bir dənə dəsmal verir mənə, deyir bunu Yaxıba vermə. Yaqub kimdir ağa? Əsərdə Yaxıb yoxdur. Yaqub yox, Yaqub. Hə, ona. Bax, indi sən bura məhkəmədir də. Bir faktlarla danış, mən də səni boşayım. Buyur göreyim. Utanmaqdan daha keçib, bura məhkəmədir, nə utanmaq? Qısqancdır. Vay, sən şula biçib. Elə qısqancdır. Su içdiyim stakana da məni qısqanır. Yaxşı, danış görək faktlarla. Utanma be, danışmağa. Dedim də, utanmaqdan keçib dayı. Buyur. Dağayırım. Neyin olar? Danışım. Danış. Bravo olsun. Tay danışım deyə gəlmişəm də, məhkəmədir. Ay gəlmişsən. Axşam saat 12 idi. O neçə idi? 12. Aha. Gecə yarısı. Gecə yarısı. Giymişəm əybimə qəşəng rozlu pünvarı. Niyə giymişsən? Pünvarı. Tez elə. Danış görək. Utanma be. Tez elə də dayı. Televizor da orada işləyir. Aha. Keçirəm özüm üçün televizorun qabağından. Bağışla bir dəqiqə. Bir dənə də onu paktor keçdirəm. Tez elə dayı, məndə alqalmadı axı. Onda mənə yavaş baxayım, birdən baxma. Baxıram da yavaş. Keçirəm özüm üçün pünvardan televizorun qabağından. Keçdim ki,
Keçdim. Birdən mənə nə desə yaxşıdır. Nə dedi? Deyir, ayaq var. Bush səni gördü. Kuş? Kuş kimdi ağa? Şu Bush yox, o keçmiş Amerikan prezidenti var idi, Bush. Kuş. Hə. Bir vay evim yıxıldı, Bush səni gördü. Harda gördü? Televizorda da, televizorda. Aha. Deyir ama kişi mən hara, Bush hara. Deyir yox, sənin əgər o Bushla bir himcimin, bir əlaqın yoxdursa, bici gülüb Süleyman Dəmirələ göz vurmazdı. Sən işin laf müsibətdir ki. Mənim işim Allaha qalıb, hələ bu harasıdır. Ay bacı, danışanca tərpənmə. O keçmiş baş nazir var idi, pullar üzrə. Pavlov. Pavlov, hə, pullar. Hə. Ona niyə? Mənə deyir ki, sən Pavlovla arunda himcimin var. Ne üçün? Hə, deyir ama kişi mən hara, Pavlov hara. Hədə. Deyir, əgər himcimin olmasaydı, bu cəmaatdan qabaq pulların dəyişilməyini bilməzdim. Deyir, amma kişi cəmaat necə, mən də elə də, bilirəm də, mən neyniyim. Hələ bu harasıdır. Doğrudan ha. Doğrudan bax tutdum səni. Əgər sənin Pavlov qardeşinə arında bir şey yoxdursa, pulların dəyişməyini hamıdan qabaq sən hardan bilə bilərdin? Bu, cəmaat nətər, mən də eləcəyinə. Ondan bundan eşitmişəm, bilirəm də. Hələ bu harasıdır? Harasıdır? Ay Allah, gən də başladı bu. Hələ bu harasıdır? Danış göreyim. O günləri nə var demişəm ki, ay başınıza dönüm. Nə var demişəm ki, bizim direktorumuz yatanda xoruldayır. Hardan bilirsən? Baba boynu var, hardan bilirsən? Hardan biləcəm? Bir dənə balaca otaqdır. Aha. Mən oturub orada maşınkada yazıram axı, katibiyəm də, şaqqılladıram özüm üçün orada. Bu yazıq da bir dənə belə pərdə çəkilir. Bu yazıq da nətər, arğın yorğun gəlib başını qoyub, kresloya yuxu aparıb bunu xoruldayır özü için. Sən də şaqqıldadır. Hə, nə var, ürəyimin təmizliyindən başınıza dönüm, bilim deyir, başım yiyir, başıma bax. Süpürgənin başına nətər şap başırıb, elə bir gün jun təmizləyir, vurub başıma. Sən şunda Qurban olur sən, mən boşa geçsin sıroçunu, başıma dönürəm. Boşayıram səni, ancaq qulaq asır, bax, bu cür oyunları mənim də arvadım başıma gətirirdi. Mənə deyirdi ki ya, ne üçün sən yatanda balışı... Yox, mənə işin olmaz. Yox, işim yoxdur. Balışı qucaqlayıb yatırsan. Yəqin fikrində kimisə tutursan, balışı qucaqlayıb yatırsan. Bax, boşanmışam. Asudə subay gəzdirəm özüm üçün. İstəyirəm balışı qucaqlayım, istəyirəm döşəyi özüm biləm. Ay, də yaxşı. O sən əlimi qoy, mən yetimin başına, bir gün mənim də bəxtim açıldı. Bilirsən, səni boşayıram, amma səni özüm alıram. Ay, yaxçı ya. Allah. Məhəbbətdən gərək keçək, iki yoldan birini seçək. Məhəbbətdən gərək keçək,
lazımı gəlsə boşanmışam. 15 ildir mən buradayam, çoxların dinləmişəm, əsərləri öyrənmişəm. Lazımı gəlsə boşanmışam, boşanmıram, boşanmıram.